Dünənlərim Simarə uşağı apardı. Evində qaldığı adam deyib ki, qaytar aparıb uşağı bura gətirmə. Hə, Simarə? Niyə ki? Ev yiyəsi nə məqsədlə səni saxlayır? Anasansa evin kirayəsini ödəyirsən də, uşağı da aparmalısan. Elə də elə deyil. Yox, onların evlərinə qonaq gəldiyə, həm də Hə, qonaq. çox oyduq deyə cəmaət. Gecə qonaq gəldi evlərinə, anasıcı. O da deyir ki, yəni sabahlarım şeylədə, yəni uşağı gətirmədə narahatçılıq olmasın. Yəni sən o uşağı özün götürüb saxlamaq istəyirsən? Yer yoxdur da, yəni burada yer yoxdur saxlamaq. Yox, rayona getsən özün götürüb saxlamaq istəyirsən. Mən sən uşaq saxlayana oxşamırsan ya Simarə. Allah haqqı oxşamırsan. Zaman valla o yeganə variantdır. O başqa variantı yoxdur. Saxlayana oxşamırsan deyib onun boynuna qoymayın. O belə arxayınlaşdırma. O saxlamalıdır. O ikinci variant düzgün variantdır. Amma bu xanımın Öyle vəziyyətlə emosional yerdədirsə- boşluğu var. Bu baxmalıdır da, kim baxmalıdır? Yox, Zahir mənim düz deyir. Baxın Hüseyn bəy, emosional boşluğu var. Məsələn, övladından danışılır, amma elə cümlələr quruldu ki, mən elə bildim ki, yad adam uşağı haqqında danışırıq. Mən sizə açıq deyirəm. Yəni belə insana birinci terapiya görməmiş, tam düzəlməmiş övlad etibar eləmək çox təhlükəlidir. Çox təhlükəlidir. Bunu bir Məsələn, daha dünən o düşünək. uşağın dərmanları verilməyib. Dərmanlar qalıb Elnarədə, uşaq da gedib anası ilə. Və biz bilirik ki, bu uşağın dərmanları hər gün verilməlidir və verilməyib. Bu nə məsuliyyətdir? Dərman verməmişdi. Hə? Dərman verməmişdi. Bir də bu qızımız hələ özü də böyüməyib. Məsələ burasındadır. Və özü böyüməyən insanlar analıq Yox, edə dünən bilmirlər. bir-birlərindən dalaşdılar. Dalaşandan sonra o uşağı atdı bunun üstünə, dedi ki, götür bu uşaq, bunu da sən. Apar saxla. Ged özün müalicə elə. Dərmanlar qalıb nənədə, uşaq gedib anada. Uşaq olub Simarə oyuncaq. xanım, siz ümumiyyətlə bu uşağı saxlamaq istəyirsiniz? Valla bu uşağı birinci dövlətə vermək lazımdır. Mən də elə düşünürəm, çünki burada hər iki tərəfdə Qoy yatılı, problemlər var. qalını, gedin, dəyin, gəlin, qoy dövlət bunu müalicə eləsin. Zahir müəllim. Qoy dövlət bu uşağı arxa Zahir dursun. müəllim, Allah canını sağ eləsin. Mən sizə çox minnətdaram. Allah sizi əksik eləməsin. Bu Simarəyə uşaq verilməyinə mən narazıyam. Niyə Mən xahiş eləyirəm. O uşaq istəmirəm ki, orana. O uşaq dövlətə verilməlidir. Bunun bir O yolu var. uşağı bir gün verdim yedəyinə, Zahir müəllim. Ayaq inat dölüm, balana qurban olum. Bir gün onu sınaq üçün verdim yedəyinə, paltarını yığdı, qaytardı üstümə. Bu 4 ildə, Zahir müəllim, xahiş eləm mən sizdən. Və bu 4 ildə mən nə çəkmişəm gör. Əslində Və mən niyə burada tollamamışam? uşağın əsl ana obrazında bu xanımdır. Sadəcə bir problem var. Valla Bu da mən sizə bir sizin şey deyim, o uşağı övladınızdır. təhvil versəniz dövlətə, o uşaq daha yaxşı olacaq. Mən sizə inandırım ki, bu belədir. Yəni, bu həqiqətdir. Bu belə ağrılıdır. qaydada Zahir bəy uşağa baxıla bilməzim. Zahir müəllim. Nənənin problemləri, aqressiyası uşağın üzərində, Qaç. valideynin, ananın Zahir problemi, müəllim, uşaq aqressiyası, dövlətə verilməyi bir yaxşıdır ki. Ana uşaq Sinizdirmək, uşağın ayağının üstü gömgöydür. Uşağın ayağının üstü bilmirsən ki, nə ilə vurublar. Nə? Nə qız? Zahir müəllim, yalan deyir, o uşağın heç bir xəsarəti yoxdur. Zahir müəllim, Düz sən deyirsiniz. gedək otaqda... Zahir müəllim, bu Gəranboy rayonundan. Yəni, sənin məqsədin nədir? Mənə deyə bilərsən. Məqsədim bilirsiniz nədir? O uşaq yazıqdır. Valla bu dövlətə verilməlidir. Və Zahir bəy, burada Nənə, heç kimin sinirləri yerində bilirsiniz, deyil. Nənə maddiyyata görə uşağı götürür, saxlamaq istəyir. Ana da ki uşağa yeyə durmur, baxa bilmir. Bir gün, 2 gün saxlamaqla o uşağın problemi var. Hüseyn müəllimin, Hüseyn doktorun da yanında olub da o uşaq. Həqiqətən onun problemləri, ciddi problemləri var. Və ciddi nəzarətli olaraq Mütləq. o müalicə olunmalıdır. Bugünkü gün uşaq alət olub bunların ikisinin əlində. Ana ilə nənənin əlində uşaq alətdir. Biri maddiyyata görə yanında saxlayır, digəri isə yaydırıb baxmaq istəmir. Yəni acınacaqlı vəziyyətdir. Ən Mən o gözəli uşağın sizin aqibətini təklifimizdir. yaxşı görmürəm. Bəli. Zahir Mən müəllim, elə gəlir- Mən dediyim sizə keçən dəfə burada. Mənim sözümü qəribçiliyə saldım. Kim qəribçiliyə Mən onu saldı? səsləndirdim burada sizə. Dedim ki, mən bu uşağı götürmürəm müalicəyə. Çünki bu uşağın müalicəsi belə bir ailə şəraitində mümkün deyil və mən sizə onu məsuliyyət dax mənim üçün. Mən uşaq götürürəm.
orada tamaşaçılar bizi necə izləyir? Deyir ki, doktor götürdü görək elə 3 aydan sonra bu uşaq necə olacaq? Xeyr, Haqlı elə da deyil. izləyirlər. Mən də izahatını verəcəm. Necə ki bayaq dedim, ha, qaraciyərlə bağlı. Eyni zamanda onun da izahatını verəcəm ki, bu adam vaxtında dərmanını qəbul eləməyib. Doktor nə eləsin buna? Vaxtında verilməyib. Ailədə Dünən o konflikt uşağın iynəsi Yox, vurulmayıb. Dünən o uşağın dərmanı verilməyib. O mənim Buna həkim harayımdır. neynəsin? Buna sən Mən o neynəyəsən? uşağa sizin və ictimaiyyətin diqqətini cəlb Qardaş, ictimaiyyət. bizim burada sehirli çubuğumuz yoxdur. Bir insana dınq eləyən kimi o sağalsın, dursun, qaçsın Zahir burada. İllərlə bir xəstəyə zənəziyyət çəkirsən burada. İllərlə. Biz görmürük onu, sən görsən işçilərin görür. Mən qınamıram, amma nənənin belə deyək də ruh Burada halı hər indi kəsin elə marağı deyil. var. O uşağa bir sən oyuncaq kimi baxırlar. Hər kəsin marağı var burada. Baxın, autizm spektrinə aid olan uşaqların valideynlərini normal, sağlam, sevən valideynlərini, evdə belə can bir qəlbdə olan valideynlərini biz belə terapiya eləyirik. Bəli. Başa salırıq. Bu uşağa necə rəftar eləmək lazımdır? Hansı cəzaları vermək olmaz, hansı Əlbəttə, qadağaları qoymaq o olmaz. qədər həssas uşaqdır ki, o xoşlayır ki, ondan həssas rəftar eləyəsən. Çox mehriban valideynləri belə biz düzəlmiş Bəli, eləyirik. bəli, tədris bəli. eləyirik. Qoşuluram mən sizin fikirlərə. Çox- O mən Mən sizlə ailələri razıyam, qardaş. Səni də burada heç kim qınamır, qınaya da bilməz. Amma- Sən mənə elə xəstələri sağaldıb vermisən ki, bəlkə onun öhdəsindən heç kim gələ bilməzdi. Söhbət bundan getmir. Bugün sənin həkimliyin, ona yanaşman, Hipokrat andına dönüb çıxmaq məsələsi getmir burada. Söhbət ondan gedir ki, burada eləməyəcək, mən deyəcəm ki, bir səndə var, bu dərmanın verməyib uşağa. Nəinki böyüyə bilməz, sağala bilməz. Hüseyn bəy fikirlərinə çox qoşuluram. Niyə görə? Çünki o bir həkim olaraq fəryad eləyir. Niyə görə? Çünki bugün bu uşağın nəinki sağalması, həyatda normal qalması, inkişaf eləməsi belə sual altındadır. Baxın, Enari xanım, yəni qızınızın vəziyyəti də elə yaxşı deyil. Az öncə mən bizim hüquqşünasımıza deyirəm ki, məsələn, Mən fikirləşirəm ki, Mənim uşağım burada- müalicəsi qəşəngə burada- gedir, doktorundan da razıyam. Sağ olsun könül doktora. Bu başqa məsələdir. Amma burada Ailə Qadın Komitəsinin mütləq müdaxiləsi lazımdır. Mütləq şəkildə müdaxiləsi ailə lazımdır. qadın. Baxın, Ailə Qadın Dövlət Komitəsinin bura müdaxiləsi lazımdır. Çünki bizim ixtiyarımızdan artıq çıxır, hədəqədən çıxır. Bu məsələyə onlar münasibət bildirməlidirlər. Mən çox xahiş eləyirəm buradan Ailə Qadın Komitəsindən. Çünki Bəli. burada bir uşağın taleyindən söhbət gedir. Və mən istəyərdim ki, nənəli, analı, balalı yönləndirək gəlsinlər, bir baxın və dəyərləndirin və qiymət verin ki, bu uşaq kimdə qala bilər. Bunu mən səlahiyyətim yoxdur buna qərar verməyə. Mən qərar verici orqan deyiləm. Buna siz qərar verə bilərsiniz. Həmçinin də bu məsələyə icra nümayəndəliyi də qoşulmalıdır. Qəyyumluq icra hakimiyyətinin qəyyumluq şöbəsi. O da qoşulmalıdır çünki xanımın adında onun qəyyumluğu var. Övladın qəyyumluğu var. O sərəncamda ləğv olunmalıdır. Onunla bağlı mütləq şəkildə icra nümayəndəliyinə də səslənək ki, buradan onlar da qoşulsun. Yəni Bu məsələ Ailə Qadın uşağın- Komitəsi qoşulsa onların hamısını özləri həll eləyəcəklər. Bəli, həll artıq. etsinlər. Onlar birinci onlar dayanır. Onlar bunu həll eləyəcəklər. Çünki bu cür problemli ailələri biz 90% görürük ki, biz öhdəsindən gələ bilmirik, birbaşa yönləndiririk ora. Həm də Zahir bəy, burada bir nənə və ana yoxdur. 2 savaşçı və bir uşaq var. Bəli. Və bu doğrudan da ailə faciəsidir. Doğrudan da Xanım, belədir. burada savaş deyil. Ana demir ki, övladı ver, mən baxım himayəyə götürüm. Ana özlüyündə imtina eləyir. Nənə isə onu maddiyyata görə qəbul eləyir. Burada əslində savaş yoxdur. xeyr, Kaş elə xeyr, övlad üzərində xeyr. savaş gedərdi. Burada Deyərdilər ki, öz gəlin məqsədi- Yaxşı, Baxın, indi siz baxın. deyirsiniz ki, Zahir maddiyyata bəy görə. məqsədləri Olar bir üzərində dəqiqə. savaşmaq- Siz deyirsiniz ki, maddiyyata görə. Yaxşı, bu uşağı ana götürmür. götürmür, bəli. Aydındır. Kimsə O da götürməli savaş yoxdur. Aydındır. yoxdur. Bunu kimsə götürməlidir, yoxsa yox? Kaş ki, Bəli. savaş olardı. Aydındır, olar bir dəqiqə. Yəni bu adam deyir ki, mən götürə bilmirəm də, saxlaya bilmirəm. Getdiyim yerdə deyirlər ki, səs-küy olmaz. Filan yerə gedirəm, yoxdur. Filan yerdə oluram, deyirlər olmaz. Nənə də qəyyumluq verib nənəyə. Nənə də işləmir. Heç yerdən gəliri yoxdur, qazancı yoxdur, heç nəyi yoxdur. Bu adam aliment istəməlidir, istəməli Buna da deyil. kimsə maliyyə verməlidir Və ki, buna bu kimsə uşağa dərs- baxsın. Bu uşaq nəsə Qəyyumluq yeyir, dalğam. içir. Mən Bir də ki, bu aliment ananın da tələb edirəm. vəzifəsidir axı uşağa baxmaq. Atanın da vəzifəsi. Yəni olan yerdə atacaq mənə dövlətə baxmamaq. verəcək, deyəcəksiniz ki, bizə deyəcək ki, bu nə cür nənə idi? Bəs nənələr bizi Vicdani böyüdübdür. tərəflərini oturub Vicdani araşdıracaq. tərəflərini başlayacaq qabartmağa. Halbuki mənasızdır. İndi hal-hazırda müalicədədirlər. Özü də müalicə alır. Ona Zahir görə bəy, deyirəm bu ki, ananı da yaxşı müalicə eləmək lazımdır. Çünki ana özü də yaxşı deyil. Mən nənəmi dövlət evinə vermirəm. Mən Zahir bəy, çox üzr istəyirəm. əslində onun dövlət evində olması sənin alimentdən imtina eləməyin kimi bir şey yoxdur ortalıqda. Yenə də ala bilərsən. Zahir bəy, çox üzr istəyirəm. Burada söhbət Anadan da, atadan da mən uğuru saxlamaq istəyirəm. Özüm Bax, mən sənə bir şey deyim. Aynen. Hal-hazırda Ay Enara xanım, siz bu tələb eləyə bilməzsiniz. Aliment tələb eləyə bilməzsiniz. Ata, ana varsa nəniyə verilə bilməz övlad.
Gərək ata-ana imtina eləyə könüllü şəkildə, ondan sonra məhkəmə qərarına sizin himayənizə Ata verilir. 4 ildə ortada yoxdur. Ata-ana varsa, siz onlardan naimiyyət tələb eləyə bilməzsiniz. Ananın himayəsinə O verilir. məsələ həll olunub. Yoxdur, uşaq harda qalıb, harda O məsələni eləyiblər, artıq qəyyumluq ondadır. Qəyyumluq ondadır. Qəyyumluğu icra nümayəndəliyi tərəfindən verilibdir. Qəyyumluq ondadır. O demək deyir ki, məhkəmə İcra qərarı. nümayəndəsi Ana bu verir. cür uşağı tələb eləsə, ananın himayəsinə verir. Ay Ənvar xanım, bir dəqiqə icazə verin də. Siz icazə vermirsiniz. Siz bu qaydada uşağa necə baxa bilərsiniz? Bizim Siz bu aqressiyana uşağa baxa bilməzsiniz. 4 ildir uşağın atası yoxdur. Ana var, ortalıqda. Ana varsa məhkəmə qərarına sizə verilə bilməz. Qanunun nümayəndəsi anasıdır. Xeyr. Mənə qəyyumluq verməklə mən etiraz edirəm, heç ləğv də eləmirəm. Özüm saxlayıram. Bir saniyə. Zahir bəy. İndi qoy görək Əkbər bəy. Biz siz hər zaman söylüyorsunuz ki, hüquqi dövlətdə yaşayırıq. Bu günləri o az yaşlının manafeyi dövlət tərəfindən üst tutulur. Dövlət bu günləri nənənin himayəsinə verib ki, sərəncamla, o sərəncam qüvvədədir. Bu bir. İkincisi, Bu sərəncamla o aliment tələb eləyə bilər. hər şey eləyə bilər Zahir bəy. O uşağın bütün hüquqları ondadır. Uşağın üzərində bütün hüquqlar Bəs yaxşı, indi ana qalxsa ki, o sərəncamı ləğv eləsin, eləyə bilər. eləyə bilər. Maraqlı şəxs. Deməli ki, Mənalı. alimentə gəlib çatanda sərəncamı ləğv eləyəcək, deyəcək Ümumiyyətlə, ver. Xeyr. Ana istəyir, ana deyir ki, mən övladımı istəyirəm. Siz fikirləşdiyiniz kimi deyil. Məhkəmə, icra hakimiyyətinin qəyyum və himayə şöbəsi o maraqlı şəxsin ərizəsini araşdıran zaman məhkəmə qaydasında onun bütün detalları yoxlanılacaq. Söhbət burada Zahir bəy, iki nəfərin elə bir-birinə qarşı aqressiyası Gəlin belə deyək uşağın də. maraqlarına üst Gəlin tutulmalıdır. belə deyək də, Elnara, sən niyə əziyyət çəkirsən? Gəl biz bu qız üçün şərait yaradaq. Yaşaması üçün, çalışması üçün, uşağın bağçaya yerləşdirilməsi üçün. O gün təklif eləmişdilər də. Təkrarladaq, sən də canın azad olsun, get həyatını yaşa, bu da getsin öz balasının dərdini Şimdi bir çəksin. də mikrofonu götür, sənə sualım var. Bu istəyir ki, o uşağı verə həqiqət gilə canını qutara. Bu Yox, o həqiqətə verə Zahir bilməz bəy. o uşağı. Yəni o elə bilməsin mən buradan gedəcəm. Mən buradayam. Buradan getməyəcəm. Yox, sənin nəzarətin olsun da. Hə. Sənin nəzarətin olsun. Gəl bu qıza biz şərait yaradaq. Bu qız- Yəni bu qızın o gün da- kim bu idi qız- dedi ki, bu qızın gəlsin, ögədən şərait çoxdur. yaradacağam. Esmira xanım demişdi. Nə oldu bəs o məsələ? Elə buradan sözü deyirik gedir. Esmira xanım bu nə oldu? Hə? Aprel ayında. Apreldə. Telefonla danışdı, dedi apreldə uşağı da bağçaya qoyacaq. ona. Vəssalam. Özünü də Gəlin verək bağçaya işə anasının düzəldəcək. özünə. Qızım, sən niyə özünü öldürürsən? Sən də öz həyatın var. Bir dənə qalır ki, onun yaşayış yeri. Ona da dəstək Ona olarıq. dəstək olayım. Valla mən də köməkli gəlirəm. Götür. Himayəsinə bu azadlığa Həqiqəti ulu de, həqiqət olmayacaq. Bu adam özü gedəcək Nə peşə azadlığı? məktəbinə. Amma mən özüm bax buradan getməyəcəm. O uğur bizlə yaşamalıdır. Simnar, mənim suallarıma cavab Çünki ver. o Sən həqiqətin övladını əziyyəti götürüb yoxdur saxlamaq üstündə. istəyirsən. Yerim yoxdur da bir dəqiqə saxlamaq üçün. Yerim olsa Bir də apararam. köməkli olsa, ümumiyyətlə övladını himayəvə götürmək istəyirsən. Hə, bəli. İstəyirsən ki, qəyyumluğu, hər himayəsi səndə olsun. Bunu istəyirsən məhkəmə qaydası ilə. İstəyir də uşaq